Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ve ala Aliyin emiril mu'minin ve alel Hasan vel Hüseyin ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Qaimil Mehdi. Allahümme salli ala cemi'il enbiya vel murselin ve şühedâ ve siddiqin. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ehyâi minhum vel envat. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya eləməyi tövsiyə edirəm. İmam Səccad əleyhissalamın Məkarimul Əxlaq duasının şərhini davam elətdiririk. Mən çox vaxt uzalmaq istəmirəm. Bir neçə cümləni oxuyub tərcümə edirəm. Buyurur və kəzmil qeyz və itfain nairə və zəmmi əhlil furqə və islahi zatil beyn və ifşail arifə və sitril aibə. Bu təqvalların xüsusiyyətləridir. İmam Səccad Allahdan istəyir ki, məni təqvalların zinəti ilə zinətləndir. O hansı sifətlərdir, hansı xüsusiyyətlərdir sayır. Birinci budur, qəzəbi boğmaq. Qəzəbi boğmaq kişi adamların işidir, şücaətli adamın işidir. Qəzəb odunu səbir suyu ilə söndürmək, bu mühüm məsələdir. İkincisi, mənə kömək elə fitnə alovunu söndürüm. Yəni, insanlar bir-birindən ixtilaf eləyəndə, oda benzin tökməyim, oda su töküm, fitnə alovunu, ixtilaf alovunu söndürüm. İxtilafda olan insanları birləşdirim. Burada mərhələlər göstərir. Əvvəl çalış qəzəblənməsinlər. Qəzəbləndisə, qəzəb odunu söndür. Sonra onları bir yerə cəm elə, zəmm-i əhlil firqə. Ondan sonra birləşdir, onları bir yerə cəm elə və ondan sonra islahi zatil beyn, onları qəlblərini də birləşdir. İxtilaf eləyən adamları bir yerə yığ və qəlblərini də bir. Əvvəl fiziki baxımdan bir yerdə yığışsınlar. Sonra da qəlblərini birləşdir. İfşail arifə necə? Onların yaxşılıqlarını bir-birinə denə. Denən, bu filan kəs də müsəlmandır səndə. O da alimdir səndə. Ortaq cəhətləri, müsbət cəhətləridir. Və axırıncı nədir? Və axırıncı sitril aibə, eyblərini gizlətməklə. Eyblərini gizlətməklə. Bu təqvalıların xüsusiyyətidir. Təqvalı adam birinci xüsusiyyət budur ki, qəzəbini uda bilsin. Bu möminin birinci əlamətidir. Gəldi, təhqir elədi İmam Səccadı bir nəfər. Elə İmam Səccadın özündən misal çəkim. Təhqir elədi, söydü İmam Səccadı. İmamın qüdrəti var idi, sakit dayandı. O getdi, əbasını, təzə əbası vardı. Hədiyə göndərdi, bir qədər də üstündə pul göndərdi, bilirdi onun ehtiyacı var. O baxdı, dedi ki, mən bunu təhqir elədim, bu mənə hədiyə göndərir. Tövbə elədi, islah oldu. Deyirlər, imamın yanında oldu həmişə. İmamın yanında oldu. Qeyzi udmaqla misi qızıla çevirmək olar. İkisir budur. Ki, insan pisi yaxşıya çevirməsi hünərdir, yaxşıları pis eləməsi hünərdir. Bəziləri bilir ki, bəzi adamlar, mən qəzəbimi udsam, zəiflik göstərəcəm, başıma çıxacaqlar. Amma Allah başqa cür buyurur. Bunu mən hədis deyim sizə İmam Sadiqdən, Allahın sözü budur. Ma min abdin kəzəmə qeyzən, zadəhullah izzən fid dünya vəl axirə. Deyir, elə bir bəndə yoxdur ki, qəzəbini udsun, Allah ona izzət verməsin. İzzət Allah əlindədir. Gücün çatanda bağışda gör Allah sənə nə qədər hörmətli eləyir insanlar içində. Hörmət qəzəbi kiməsə tökməkdədir. İzzət səbirdədir, qəzəbi udmaqdadır. Ona görə hədis deyir, qəzəbli vaxtı dur ayağa. Ayaq üstəsənsə otur, get dəstəmaz al. Biri qəzəblidir, mövzunu dəyiş. Evə gəlmirsən, yoldaşın qəzəblidir, mövzunu dəyiş. Yoldaşın görürsən, gəlmirsən, qəzəblisən, mövzunu dəyişsin. Bir başqa söz salsın ortaya. Nə vasitə ilə olur olsun, bu qəzəbi yatırtmaq lazımdır. Ancaq qəzəb bəzi hallarda yatmamalıdır, o istisna hallardır. Deyirlər, yırtıcı heyvan gəlib insanları öldürürsə, körpə uşaqları parçalayırsa, orada ürəyin yanmasın o yırtıcı heyvana.
O yırtıcı heyvanı gərək qəzəbi ona yönəldəsən, ondan xilas eləyəsən. Rəhimdən doğan qəzəbdir bu. Çünki onun qabaq alınmasa o çoxlarına ziyan vuracaq. Ona görə də orada o şirə rəhm eləmək rəhm sayılmır. O qəzəb yeridir. Amma bu istisna hallardır. İnsan çalışar, əsasən möminin birinci xüsusiyyəti budur ki, qəzəbini boğa bilsin. Quranda var. Mən bu sözlərim özümdən danışmıram. Özümdən danışsam deyin ki, bu deyir də mən başqa cür fikirləşirəm. Amma bu ayələrdir. Möminlərdən danışır. Buyurur vəl kaziminəl qeys. Birinci xüsusiyyət budur. Qəzəbini udanlar. Vəl afinə anin nas. İnsanları bağışlayanlar. Vallahu yuhibbul muhsinin. Allah yaxşı əməl sahiblərini sevir. Bu üç xüsusiyyət sayır. Kazimin iki xüsusiyyət. Kaziminəl qeys və afinə anin nas. Qəzəbini udub cəmaatı bağışlayanlar. Din dəvət edir bizi ki, ixtilaflardan uzaq olaq. İxtilaf dinin bəlasıdır. Din birləşdirməyə gəlir insanları. Və atəsimu bihablillahi cəmiən və la təfərrəqu. Allah ipindən yapışın və dağılışıb parçalanmayın. Allahdan yapışın, parçalanmayın. Mən sizə bir dənə hadisə danışım, Qurandandır bu. Mən, yəqin ki, siz bu təfsiri məncə eşitməmişsiniz, mən elə gəlir. Çünki mən özüm də eşitməmişdim, 2 gün bundan qabaq mən bu təfsiri oxudum. 2 gün bundan qabaq. Mövzuya hazırlaşanda 2-3 gün bundan qabaq. Musa əleyhissalamın barəsindədir. Musa əleyhissalam, bilirsiniz, Tur dağına gedir. Tur dağına gedəndə Harunu qoyur cəmaatın içində, Həzrəti Harun əleyhissalamı, qardaşını. 40 gün orada qalır. 40 gündən sonra 40 gün orada qaldığı müddətdə bir Samiri adında bir adam olur bu qövmün içində. Zirəng adam olur. Cəmaatdan qızıl toplayır. Qızıllardan bir buzov düzəldir. Buzovun içini boş qoyur. Elə düzəldir ki, külək dəyəndə buzovun içindən keçir, uğultu səsi gəlir. Ondan sonra Quran bunu danışır. Deyir, haza ilahukum, bu sizin Rəbbinizdir. Cəmaatda başlayır buzova ibadət eləməyə. Burada Allah inhirafın səbəblərini göstərir bu qısa misalda. Bir rəhbər qeybdədir, Musa əleyhissalam yoxdur. İkincisi, bir zirəng adam var, bir neçə zirəng adam var, cəmaatı bilir necə idarə eləmək olar ki, 3 cəmaat cahildir, 4 qızıl bəzək, azğınlığın amilləri. 5 də o səslə deyirlər təbliğatın simvolikasıdır, simvolik ifadəsidir. O səsin gəlməyi, əks təbliğatın müasir dövrdə də, hər dövrdə olduğu kimi var. Onun əlamətidir. Qısası budur, mövzu budur. Qısası budur ki, cəmaat buzova ibadət edir. Həzrəti Musa Turdan qayıdır, görür cəmaat buzova pərəstiş edir. Quran buyurur ki, o qədər qəzəblənir ki, əlindəki Tövratı atır yerə, gəlir, yapışır qardaşı Harunun üzündən, saçından. Ki, sən bu nə vəziyyətdir? Başlayır onu sirkələməyə. Nə cavab verir? Bu da Peyğəmbərdir. Deyir ki, inni xəşitu ən təqulə fərrəqtə beynə bəni İsrail. Deyir, mən istədim mübarizə aparam bunların bütpərəstliyindən, amma bir şeydən qorxdum ki, gəlib deyərsən ki, ixtilaf saldım bunların içində. Məntiq nədir? Yəni, cəmaat buzova ibadət eləyib bir olsunlar, daha yaxşıdır Allaha ibadət eləyib təfriqədə olmaqdansa. Allaha ibadət eləyib təfriqədə olmaqdansa, eybi yox, vəhdətdə olsunlar, buzova ibadət eləsinlər, biri gələr düz yola yönəldər, biri gələr istiqamət verər, başa salar. Amma vəhdət, yəni bu Quran ayəsidir, sabah deməsinlər filan kəs deyib bütpərəst olmaq yaxşıdır, çünki adam axır vaxtlar danışmağa qorxur da, bir söz danışırsan, sonra da indi imkanlar da var, Facebookda filan da, hər şey qoyula, filan kəs filan dedi, dindən çıxdı, belə oldu. Ona görə qorxuram, birincisi bu Quran ayəsidir, ikincisi də ki, alimlərin təfsiridir ki, yəni bu doğrudan da araşdırılması lazım olan məsələlərdən biridir ki, Quranın məntiqinə baxın ki, birlikdə olun, amma səhv yolda da olsuz, vəhdət mühüm məsələdir. İxtilaf yol verilməz bir şeydir. Cəmiyyətdə fikir ayrılığı olar. Biri belə düşünər, biri başqa cür düşünər. Bu cür düşünən deyir, mənim düşündüyüm Allahın ayəsidir, başqa cür düşünən kafirdir. Və bunu başlayır cəmaata çatdırmağa, təbliğ eləməyə. Bu çox yanlış yoldur. Bu axırda insanın özünün dindən çıxmasına gətirib çıxarır.
İnsanlar fərqli düşünə bilər, fərqli düşünmək haqlarıdır və bu haqqı tanımaq lazımdır. Və fərqli düşüncə əslində həqiqətin üzə çıxmasına xidmət eləyir. Fərqliliklərin içində doğru daha çox aşkar olunar. Doğru daha çox üzə çıxar. Ona görə də din gəlib ixtilaflardan qutarsın cəmiyyəti. Düzdür, dəyər ətrafında birləş, ilahi dəyər. Amma olmasa da, eybi yox, nə amil olsa, ixtilafla Allaha ibadət eləyib bir-birini qırmağındansa, vəhdətdə olub, deyib, buzova ibadət eləsin. Harun deyib, mən belə başa düşdüm. Musa da deyib, dayanır orada. Dayanır, gəlir, Tövratı yerdən götürür, sakitləşir. Bir şey demir ona. Əli əleyhissalamın vaxtında təravih namazı qılırdılar cəmaatla. Cəmaatla müstəhəb namaz qılmaq olmaz. Cəmaatla təravih qılırdılar. Əli əleyhissalam gəldi, dedi, ay cəmaat, Peyğəmbər buyurub ki, müstəhəb namazları cəmaatla olmaz qılmaq. Bidətdir bu. Dedilər, yox, biz belə qılırıq. Ha, 2 düşəndə Əli əleyhissalam çəkildi, necə eləyirsiniz, eləyin. Eyb yoxdur. Təki vəhdət olsun, ixtilaf olmasın. 25 il deyir, sümük boğazımda, tikan gözümdə olan adam kimi qaldım. Haqq mənlə ola səbr elədim ki, ixtilaf düşməsin. Gör, vəhdət nə qədər mühümdür ki, Əli kimi bir adam nələrə dözdü. Dünyada Əli əleyhissalamdan məzlum adam təsəvvür eləmir. Əli əleyhissalam məzlumiyyəti o qədər idi ki, deyir, küçədə gedirdi, bir gün xanım Zəhra gəldi, dedi Əli əleyhissalama ki, deyir, mən bu Mədinəlilərə nə eləmişəm ki, mənə salam vermirlər. Həzrət Əli cavab verdi ki, sən yaxşısan, salam vermirlər, mən salam verirəm, cavabımı vermirlər. Salamımın cavabını qaytarmırlar. Bu qədər məzlumiyyətə dözdü, haqqını müdafiə eləmədi ki, cəmiyyətdə vəhdət olsun. Vəhdət Əli üçün, Əhl-i-Beyt üçün o qədər mühüm məsələdir, müsəlmanların vəhdəti. Ona görə də buyurur, qoymayın ixtilaf eləsinlər. Əli əleyhissalam buyurur, Əhl-i-Beytdən, Quran ayəsidir bu, barışdırın insanları. Qoymayın ixtilaf eləsinlər. 2 nəfər küslü adamı barışdıran adamın savabı bütün vacib və müstəhəb oruclardan, namazlardan üstündür. Gecə namazından üstündür. Çünki dinin əsli vəhdətdir. Mövlananın sözüdür, ma bərayi vəsilkərdən amədim, nə bərayi fəsilkərdən amədim. Biz birləşdirməyə gəlmişik, ayırmağa gəlməmişik. Dinlərin bütün fəlsəfəsi budur ki, cəmiyyəti bir bədən halına gətirib salsınlar. Amma azad insanların birliyinə gəlib çatsınlar. Vəhdət əsl məsələdir. Ondan sonra buyurur, ifşail, üzr istəyirəm, buyurur, ifşail arifə, cəmaatın yaxşılıqlarını deyin, cəmaatın üstünlüklərini deyin. Yaxşılıqları deyin, pisləri gizlədin, pislikləri gizlədin. Adam var, eşidir, deyir, filankəs sən üçün filan dedi, filankəs sən üçün filan dedi. Ona gedir, bundan deyir, buna gedir, ondan deyir. Bu çox pis xüsusiyyətdir. İnsana yaraşmayan xüsusiyyətdir. Eşitmişsiniz, mən bunu danışmışam. Musa əleyhissalam quraqlıq vaxtı qövmin yığır, gedir dua eləməyə. Əlini duaya qaldırırlar, ilahi yağış yağdır, yağış, ulul əzm Peyğəmbər dua eləyir, Allah qəbul eləmir. Deyir, ilahi abrım gedəcək, mən Peyğəmbərəm, gəlmişəm, səndən istəyirəm, duamı qəbul eləmirsən. Buyurur, duamı qəbul eləməyəcəm, çünki cəmaatın içində bir nəfər xəbərçi var. Onun sözünü buna, bunun sözünü ona xəbərçilik eləyən adam. O cəmaatın içindədir, mən duamı qəbul eləməyəcəm. Deyir, ilahi, denəm mən o kimdir, onu uzaqlaşdırım, duamı qəbul eləyəsən. Deyir, ey Musa, deyirəm o xəbərçidir, dua qəbul eləmirəm, istəyirsən özüm xəbərçilik eləyəm, özüm onun xəbərini sənə çatdıram. Yox, onun adını deməyəcəm. Musa əleyhissalamla bu münazatı eşidir, o xəbərçi tövbə eləyir rəyində. Ki də eləməyəcəm. Tövbə eləyir, tövbə eləyən kimi Allah dualarını qəbul eləyir, yağış yağdırır, rəhmət yağışı yağır. Bir qövmün duası, bir xəbərçi söz gəzdirən adamın söz gəzdirməyinə görə bəzən qəbul olmur. Əli əleyhissalam nümayəndəsinə nəsihət edir, deyir ki, elə bil ki, icra hakimində öz dövründə. Əli əleyhissalam rəhbərdir, onu icra başçısı göndərib, deyir, cəmaatın içində, cəmaatın eyiblərini sənin qulağına hey pıçıldayan adamlar var ki, cəmaatın eyiblərini danışır, onları dərhal özündən uzaqlaşdır. Onlar cəmaatı pisləyir, xoş olmaq üçün. Onları uzaqlaşdır, tənqid başqa şeydir, amma cəmaatın eybini sənin qulağına deyən adam axırda cəmaatla sənin arasında ixtilaf və fasilə yaradacaq. Odur ki, buyurur, o insanları özündən uzaqlaşdır. Və axırıncı xüsusiyyət, üzr istəyirəm, vaxtınızı çoxaldım, və sətril aibə.
Sətril aybə də eyibləri örtməkdir, eyibləri gizlətməkdir. Bu Allah sifətidir, Allahın xüsusiyyətidir, Allah eyibləri örtəndir. Ya mən əzhərəl cəmil və sətərəl qəbih. Ey gözəllikləri aşkar eləyib, pislikləri gizlədən Allah. Dualarımızda Həzrət Əlinin Kumeylindədir bu. Ya mən sətərəl qəbih və əzhərəl cəmil. Ey gözəllikləri aşkar eləyən Allah. Günaha istək necədir? Məsələn, bir adam günah eləmək istəyir, günah eləmir. Nə deyirlər alimlər? Deyirlər, günahı istəmək günahdır. Adama günah yazılmır. Günah əmələ keçməyincə istək halındadırsa günahdır. Amma bir istək var. O istək olsa da günahdır. Buyurur, İnnellezine yuhibbune en təşi'al fahişətə fillezine amenu lehum azabun əlim. Buyurur, o kəslər ki, ürəyində arzulayır cəmaatın pisliyini üzə çıxartsın, o insanlar üçün ağrılı əzab var, istəyinə əzab var, arzulamağına əzab var. Bu arzu halında da olsa günahdır. Sən eyibləri gizlət, Quran buyurur, qiyamət yevmə tubləs sərair. Bütün sirlər açılacaq. Nəyi gizlətmişik üzə çıxacaq. Allah rüsva eləyəcək qiyamətdə. Daha doğrusu insan öz əməli ilə özünü rüsva eləyəcək. Deyirlər ki, o ki günahlar üzə çıxanda insanlar deyəcək, tez cəhənnəmə girim, xəcalətdən öldüm. O qədər biabır olacaqlar insanlar. Amma kimlər o gün eyibləri gizlənəcək? Buyurur, o kəslər ki, dünyada cəmaatın eybini örtürdülər, onları Allah rüsva eləməyəcək. Sən gör, gözüm görməməzliyə vur. Bilirsən, nə böyük fəzilətdir bu? Eybi dilə gətirib danışmayasan. Heç kəsə heç nə deməyəsən. Yoxsa dərhal gəlsə, xəbərim var, filan kəsi gördüm filan yerdə. Sən nəyvə lazımdır ki, onun eybini gəlib tələsib başqasına asasan. İçində gizlət gör, içində nə səfa yaranır, nə mənəviyyat yaranır. Allah da deyir, sənin bütün eyblərini mən örtərəm. İnsanın küfrə ən yaxın halı hansıdır? Bəzi yer var da, küfrə bir addımdasan, ayağı qoysun kafirsən. Buyurur, insanın küfrə ən yaxın halı odur ki, biri ilə dostluq eləyə, onun eyiblərini yadda saxlaya, sabah lazım olsa üzünə vurun. Bu ən pis haldır. Bu adam bir dəqiqə sonra kafir olacaq. Çox rahatdır bu insanın kafir olmağı. Cəmaatın eybinə gözünü yum, yaxşılıqlarını danır, cəmaatı yaxşı iş görməyə rəğbətləndir. Günahı gizlətsin, o çalışacaq yaxşı olsun, rəğbətlənəcək. Əxlaq da belə bir şeydir ki, bugün pisdir, sabah yaxşı ola bilər. Aşuranın səhərində Yeziddən idi, Aşuranın gün ortasında İmam Hüseyndən oldu, şəhid oldu, hür, şəhid oldu. Bütün alimlər, böyük şəxsiyyətlər, imamlar gəlib onun qəbri qabağında təzim edir. Neçə saatın söhbəti idi. Səhər kafir idi. Kafir deyəndə də Yezidin qoşununda olan nə olar? Hazır idi İmam Hüseyni öldürər. Bir neçə saatdan sonra dəyişdi, gəldi, hansı yerə çatdı ki, İmam Hüseyin başını dizinin üstə aldı, dedi, Əntəl hur, kəma səmmətkə ummukə hurrən, sən azadsan, necə anon sənə azad hürr adı qoyub, hürr azad deməkdir, sən doğrudan da azad kişisən. Başını dizinin üstünə aldı və o halda şəhid oldu. Ona görə bilmək olmur, bugünün günahkarı sabahın fəzilətli adamı ola bilər. Sən heç kəsin eybini açma, qoy ruhdan düşməsin, qoy bədbin olmasın, təşviq elə ki, yaxşı insan olsun. Bu, Məkarimül Əxlaq duasının qısa şərhidir. Mən dua eləməmişdən qabaq bir şeyi nəzərinizə çatdırım. Allah qismət eləsə, Allah ömür versə, nəsib eləsə, İnşallah bu ayın 15-i, yəni həftənin birinci günü biz inşallah Allah qismət eləsə həcc ziyarətinə yollanırıq hər il olduğu kimi və əvvəla halallıq istəyirəm sizdən. Mənim çox nöqsanlarım var, çox səhvlərim var, xətalarım var, mənim ləyaqətim yoxdur burada danışmağa, boynumda vəzifə var deyə danışıram. Odur ki, nə xətalarım olub, nə haqsızlığım, səhvim olubsa sizə nisbətdə halal eləməyinizi xahiş edirəm və bəzi zəvvar qardaşlar da xahiş elədilər ki, onların adından da halallıq istəyəm ki, ümumiyyətlə bütün zəvvarların haqqını halal eləyin. Hələ indi bilmirəm, qismət olsa, bizim niyyətimizdə var getmək, Allah nəsib eləsə, biz burada bir neçə müddət olmayacaq, biz olmayan müddətdə də qardaşlarımız sizin xidmətinizdədir, Hacı Şəmsi, Hacı Əkrəm, cümə günlərində də Hacı Əkrəm muizə eləyəcək, elə onların fikri də bizim fikrimizdir. Bizim fikrimizi hansı məsələlər haqqında bilmək istəsəz, onlara müraciət eləyə bilərsiniz. Allah sizi hifz eləsin, Allah sizi qorusun, dua eləyin ki, sağ-salamat gedək, ziyarət eləyib qayıdaq və biz də söz verirəm ki, Allah nəsib eləsə, inşallah orada
orada sizin hamınızın adından Allah qoysa təvaf eləyib namaz qılarıq. Allah nəsib eləsə. Allah hamımızın hacətlərimizi rəva eləsin. Sonra halal xoşuz, halal xoşuz. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-a'azzil ecellil ekrem ve bil Hüseyni ya Allah 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. İzzətin xatirinə izzətimizi əlimizdən alma. İslama, müsəlmanlara, xalqımıza xidmət eləyənləri müvəffəq elə. İslamla, xalqımızla, bu millətlə düşmənçilik eləyənləri tezliklə zəlil elə. İşğal altında olan Qarabağımızı düşmən tapdağından azad elə.